Əmkişinin toyunu əlidir. Allah qışa falan gün mən gözüm sizə. Dedi, oxuyan kimi gətirəsən, dedim, yaxşı oxuyan götürüb gələrəm də, arxayan ol. Dedi, yaxşı, aralandı o. Demək, bir gün qalmış, birdən yadıma oxuyan danışmamışam mən. Mən sabah gedməliyəm axı, qarı, mən oxuyan danışmamışam. Dedim, səhər gedərəm filarmoniya, bir oxuyan taparam. Gəldim filarmoniya, gördüm, bala kişi var oxuyan. Orada dedim, bala kişi, necəsən, gəl, görüşdü, gələdik. Dedim, düğün toyun var, dedi, yoxdur. Dedim, düğünlərini çalan qarimanın kəndi var, gedək orada bir toy var orada. Deyəm, nə yaxşı oldu, hələ mən də qomaq ələ görərəm. Birdən yadıma tuş gələ, bu o kətdən də elə. Orada deyəcəklər ki, bu elə bu kətdən də biz tanıyırdıq da. Ona bir başqa oxuyan yox idi. Atalar bir sözü var axı, öyüd anasından öküz olmaz. Dedim, nə ayrım ara, gedə bir də çay içək. Çay içirdik, İndürəndə proqram çəkirəm ki, mən nə ayrım ki, mənə da deyə bilmirəm ki, aparam mənə. Bir də gördüm, qara kişi var oxuyan. Gəlir. Dedim, qara kişi gəlir. Nə varsan günləri? Boşsa dirək, formatlanıb. Dedim, gedək də toya, dedim, lap yaxşı. Qalxdı buradan 3 maşın, getdi Neftçalan kəndə. Orada uşaqlar çatan, o həyətdə 5-10 dəqiqə çalırlar axı. Biz içində ağacının altında susur qoyublar, oturmuşuq, Sübhandı, mənəm, qara kişidir, bala kişidir. Orada 5-10 dəqiqə çaldılar, elədilər, gördüm İrəməti böyük kişi, əmkişi ilə gəldi. Deyirsən, mənim orada soruşurlar ki, sizin oxuyanımızın adı nədir? Sizin böyük sahibi deyir. Tələ mən proqramlaşdırdım ki, ünləri tabi böyük kişinin oğlu, əmkişinin toyu deyil. Qara kişi ilə bala kişini götürdüm, gəldim. Sağ ol, belən ki, yola verdim.